Salam, hər vaxtınız xeyir olsun, dəyərli Hindquşu təsərrüfatı səhifəmizin izləyiciləri. Bu gün inşallah sizlərlə hinduşka cücələrinin vaksinasiyası ilə bağlı, yayılmış xəstəliklərin qarşısının alınması ilə bağlı, həmçinin vitaminlərlə bağlı video hazırlayacağıq. Hər birinizdən tələbim yaşadığınız mühitə, yaşadığınız bölgədə baytara yaxınlaşmağınız, qeyd edəcəyimiz dərmanların, vaksinlərin dozasının baytar tərəfindən təyin edilməsidir. Deməli, hinduşka cücələri arasında geniş yayılmış xəstəliklərdən Newcastle xəstəliyi. Newcastle xəstəliyi cücələrdə baş boyun əyilməsi, balans, tarazın pozulması, yaşıl ishal bu kimi şeylərlə özünü biruzə verir. Bu xəstəliyi müalicə edəcək bir dərman yoxdur, yalnız qarşısını ala bilərsiniz. Qarşısı necə alınır? Cücələrə 15 günündə Lasottanın vaksini verilir. Lasotta vaksini 15-ci, 45-ci, 30-cu günündə mütləq şəkildə verilməlidir. Bu barədə birinci videomuzda qeyd etmişik. Hinduşka cücələri arasında yayılmış ikinci bir xəstəlik, əsas bir xəstəlik deyək, koksilyoz xəstəliyidir. Koksilyoz xəstəliyi hinduşkalarda qanlı nəcis, yem yeməmə, büzüşmə və vaxtında üstünə düşüb müalicə etməsəz tələfatla nəticələnə bilər. Bunun qarşısını almaq üçün, müalicə etmək üçün Amprelium, Baykox və yaxud Totrazil dərman vasitəsindən istifadə edə bilərsiniz. Digər bir xəstəlik tənəffüs yolları xəstəliyidir. Hinduşkaların burunda axıntı olması, gözlərinin sulanması, xırıltı, zəif inkişaf özün belə biruzə verir bu xəstəlik. Tilosin dərmanını alıb istifadə edə bilərsiniz. Digər bir geniş yayılmış xəstəlik qarabaş xəstəliyidir. Qarabaş xəstəliyi hinduşkalarda sarı nəcis, qanad sallama, zəiflik, yem yeməmə, bürüşmə, bunun da üstünə vaxtına düşməsəz təsərrüfatınızda itki ola bilər. Bu xəstəliyi müalicə etmək üçün əsasən metronidazol bu dərman vasitəsindən istifadə edə bilərsiniz. Hinduşkalarımızda ümumiyyətlə mütəmadi olaraq vitaminlərdən istifadə etməyinizi məsləhət görürəm. Vitamin çatışmamazlığı. Vitamin çatışmamazlığı olduqda ümumiyyətlə hinduşka cücələrində ayaq əyilməsi, zəif inkişaf, bu kimi şeylər nəzərə çarpır. Bunu da qarşısını almaq üçün mütləq sularında ən azı həftədə 2 dəfə Tiktronik tetrabit vermək lazımdır. Tetrabit cücələrin ayaq əyildikdə istifadə olunur. Tiktronik ümumiyyətlə vitamindir. Həmçinin A, D3, E vitaminində sularında istifadə edə bilərsiniz. Və yaxud baytarımızın təyin etdiyi digər vitaminlər. Hinduşkalarda ümumiyyətlə ayaq tutulma, yem yeyib kökəlməmə, zəiflik müşahidə etdikdə hinduşkalara qurd dərmanı verilməlidir. Qurd dərmanı albendən istifadə edə bilərsiniz. Ümumiyyətlə 2 aylıqlarına çatmış hinduşkalara qurd dərmanı vermək vacibdir. Qurd dərmanından sonra hinduşka cücələrinə vitaminlər verilməli, belə deyək, immunitet qalxmalıdır. Onun ardınca hinduşka cücələrinə H vaksini, yəni Tound üçün vaksin olunmalıdır. Vaksinlərin arası ən aşağısı 1 həftə 10 gün çəkməlidir. O 1 həftə 10 gün ərzində hinduşkalarımıza B kompleksi, A, D3, E vitaminləri verməyiniz məsləhətdir. Tound vaksinindən də sonra həmçinin eyni qaydada 1 həftə 10 gün gözlədikdən sonra hinduşkalara çiçək vaksini olunmalıdır. Hinduşka cücələrimizin tələfatının az olması üçün, xəstəliklərdən qorunmaq üçün əsas quru atlıq olmalıdır. Yem, su qabı gündəlik olaraq təmizlənməlidir. İstiliyə nəzarət olunmalıdır, birbaşa cəryandan, rütubətdən qorunmalıdır.